Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. Baku.uz xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan televiziyası videomaterial hazırlayıb. Bildirilir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti Bənövşəyi xəttir. Cəmi 4 stansiyası olan bu xətt sərnişin axınının cəmi 3%-ni həyata keçirir. Bu səbəbdən metroda inkişaf əsasən Bənövşəyi xətt üzrə nəzərdə tutulur. Yeni stansiyalar Nizamidə yaşıl xəttlə, Sahil stansiyası yaxınlığından isə qırmızı xəttlə kəsişmə yaradacaq. Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya daxil olduqdan sonra sərnişin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək. Yeni metro stansiyaları Bənövşəyi xəttlə yanaşı yaşıl xətt istiqamətində də olacaq. Bildirilir ki, yaşıl xəttin üzərində Ağşəhər, Enziz, Nargilə adlanan ərazilərdə və Həzə Aslanov 2 olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə B04 stansiyasından sonra Nizami, Sahil, Xətai stansiyalarına keçid funksiyalı Neftçilər xəstəxanası yaxınlığında və Ağşəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.